Hər vaxtınız xeyir əziz tamaşaçılar. Misri Premyer Liqasının 28-ci turunun həyecanı davam edir və CBC Sport bu turun, bu dövrənin və bəlkə də mövsümün ən vacib oyunlarından birinin canlı yayımına başlayır. Qarabağ və Sabah komandaları bu turda Tofiq Bəhram adlı Respublika stadionunda münasibətlərə aydınlıq gətirəcəklər. Start heyətlərə baxaq. Başlayaq Qarabağ komandasından. Qapıda 99 Mateusz Kohalski'dir. 27 Toral Bayramov, 10 kapitan Abdullah Zubir, 81 Kevin Medina, 20 Kazi Borges, 2 Mateus Silva, 9 Johnny Montiel, 18 Dani Bolt, 15 Leandro Andrade, 35 Pedro Bicalho və 17 Camilo Duran Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanovdur. Oyunun baş hakimi Elçin Məhsiyev ilk büşkü atır indi. Onun köməkçiləri bugün yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov olacaq. 4-cü hakim funksiyalarını İnqilab Məmmədov yerinə yetirəcək. Eyni zamanda Paşa Həyat var otağında Tural Qurbanov və Cəmil Quliyev meydandakı hakimlərə yardım etməyə çalışacaqlar. Hakimlər briqadasının uğurlar arzu edək ki, onlar üçün də bu çox məsuliyyətli və önəmli 90 dəqiqə olacaq. Qonaq komanda Sabahın heyəti. Qapıda 92 Stas Pakatilov, 2 Abdullah Haybullayev, 20 Jolens Mikels, 21 Veljko Simic, 40 Igor Nogueira, 80 Akim Zedatka, 3 Steve Solve, 27 Timotej Puhaç, 13 Ivan Lepinitsa, 11 Kahim Paris. Elçin Məsiyevin verdi, oyun başladı. Qarabağ Sabah maçı. Misri Premyer Liqasının 28-ci turunun və dövrənin mərkəzi oyunu başladı. Sola diagonal. Zubir, Toral Bayramov yerlə ötürmə və Pakatilov. Kaim Perez. Perez qapıya baxır, zərbəsi uzaq küncə top qapının üstündən keçir. Sarı vərəqə bu arada Mateus Silva'ya. Və qərar nədir? Top meydanda olarkən oyunu saxladı Elçin Məhsiyev. Mateus Silva sarı vərəqə göstərdi. Cərimə meydançının daxilində yerdə Sabah futbolçusu var. Məhz Maludadır bu. Mateus Silva mübarizədən sonra çox güman ki yerdə qalıb və Mateus Silva onun üzünə zərbə indir. Məhz buna işarə edir Elçin Məhsiyev. Və penalti təyin olunub. Baxaq təkrara. Bax, burada Mateus Silva önünü bağladı Maludanın və onun üzünə zərbə indirmiş oldu. Baxaq. Üzünə dəydi mi? Bax, bu sualdır. İşarə verildi. Jolens Mikels. Onun zərbəsi Kohalski. Kohalski penaltini dəf edir. Qarabağın qalkibir hesabının açılmasına imkan vermədi. Mikels penaltini qaçırdı. Kohalski növbəti dəfə penalti dəf edir. Artıq liqada 3-cü dəfə bu mövsüm. Penalti zərbəsində qəhrəmana çevrilir. Əslində artıq küncə tullanmışdı. Mərkəzə zərbə indirdi Mikels. Amma Kohalski ayağı ilə bu zərbəni dəf etməyi bacardı. Topun hündürlüyü də məhz qapçı üçün çox yaxşı, rahat hündürlüyüdür. Öndə Puhaç var. Bolt yanına gəldi. Dani Bolt qapı qarşısına ötürmə zərbə. Müdafiəçilər blok qoyur son anda. Səbəbi bəllidir və Zubirin bir əvvəlki zərbəsi Zedatka blok qoydu, amma sözsüz ki Zubirin zərbəsi də alınmadı. İstədiyi kimi endirə bilmədi. Zubir geri oynadı və topu itirir. Qarabağ futbolçular Jolens Mikels saxladı topu komandaya ulaşır üçün. Simic uzaq küncə düşə bilmədi. Abdullah Zubir. O da səhv edərmiş. Sadə vəziyyətdə sanki arxaya komanda ulaşına ötürmə edirdi Zubir, amma nəticədə Jolens Mikels'ə hədiyyə etdi. Demək olar ki, hər kəs Qarabağın heyətində bu kombinasiyada iştirak edib artıq. Sol cinaha Zubirə ötürmə. Zubir cərimə meydançasına yaxınlaşır. Toral Bayramovla oynayır. Toraldan qapı önünə ötürmə. Solvedən kritik müdaxilə. Zərbə qapıya. Dəqiq alınmır Zubirin ifasında. Toral Bayramov Zubirlə çox yaxşı anlaşır. Hərçənd bu mövsüm ümumiyyətlə son dönəmlər o qədər də çox oynamır.
Leandro Andrade. Johnny Montiel solda Zubir top istəyir. Montiel ayaq saxladı. Sağa baxdı, ötürməsi Leandro Andrade. Andrade daha bir ötürmə Pokatilov topu tutur. Düzgün ayağını tapa bilmədi burada zərbə üçün sanki. Kaim Perizli Michels zərbə endirir, top qapını aralı keçir. Amma bayraq havadadır. Yəni xəta hakiminin bayrağı havadadır. Offside-də idi John Lens Michels. Baxaq təkrara. Lepinitsə yaxşı gördü komanda ulaşını. Michels offside-də idi əlbəttə ki. Amma istənilən halda yaxşı ötürmə və yaxşı zərbə alınmışdı. Sabahın 11 nömrəsindən, amma Puxaç yenidən topu komandasına qazandırdı. Puxaç özü zərbə indirir. Top qapıdan az fərqlə yan keçdi. Özü topu qazandı. İrəlilədi, cərimə meydançasına çatmamış zərbə indirdi. Uzaq güncü istiqamətində. Puxaçdan Mikel istiqamətində. Qaydan topda Xaybullayev birincidir, sürüşdü Medina. Xaybullayev və gol! Abdullah Xaybullayev hesabı açır. Sabah Qarabağla maçda hesabda öndə ilk hissənin son dəqiqəsində. Abdullah Xaybullayev Medina'nın sürüşməsində istifadə edərək cərimə meydançasına daxil oldu və uzaq güncə topu göndərdi. 1-0. Şanssız an Kevin Medina üçün. İlk hissənin əsas vaxtının sonuncu artıq 45-ci dəqiqəsində. İzləyə təkrarı uzun ötürmə gəldi burada. Mikel istiqamətdə. Mateus Silva onu qabaqladı. Top Xaybulayevin önünə düşdü. Medina artıq topa yelənəcəyini gözləyirdi. Amma həmin anda ən vacib anda sürüşdü. Xaybulayev yanından keçdi və uzaq güncə zərgər dəqiqliyi ilə zərbə indirdi. Fikir verin. Çox usta zərbə Xaybulayevdən. Top bir neçə santimetr sola istiqamətlənsəydi, çox güman ki Koxalski topa toxunacaqdı. Amma bu zərbəni çıxarmaq çox çətin idi Koxalski üçün. Abdullah Xaybulayev adını tabloya yazdırdı. Butslarını dəyişəcək yəqin ki fasilədə. Kevin Medina. Qarabağ indi son həmləni yerinə yetirməyə çalışdı ilk hissədə. Nəticə hasil olmadı və ilk hissə yekunlaşır. Qısa fasilə olacaq. Təxminən 12-13 dəqiqədən sonra yenidən görüşəcəyik və yenidən sizinlə birlikdə bu maraqlı, bu mövsümün ən vacib oyunlarından birinin ikinci hissəsini izləyəcəyik. Kanal dəyişməyin. Hər şey hazırdır bir sözlə. İkinci hissənin başlamasına və ilk toxunuş Sabah futbolçularından gəldi. Heyətlərə bir daha nəzər salaq. Qarabağda Mateus Koxalski qapını qoruyur. Həmçinin Torab Bayramov, Abdullah Zubir. Qarabağ Qurbanov, Sabahı Valdez Ambrazkas çalışdırır. Baş hakimi İlçin Məsiyevdir, bir daha qeyd edək. Və qırmızı vərəqə. Abdullah Xaybullayeva birbaşa qırmızı vərəqə ikinci hissənin əvvəlində, lap əvvəlində. Meydanın mərkəzində etdi. Kobudluğa görə İlçin Məsiyev Abdullah Xaybullayeva. Hələ ki oyunda vurulan yeganə qolun müəllifinə qırmızı vərəqə göstərdi. Baxaq təkrara. Johnny Montiel ilə mübarizə aparırdı Xaybullayev və tapdaladı Montielin ayağını. Ayağın qorunmayan hissəsini. Baxırıq və buna görə qırmızı vərəqə göstərdi ona İlçin Məsiyev. Bəli, artıq var otağında belə başa düşürəm ki müzakirə bitdi. Məhz buna işarə etdi. İlçin Məsiyev bir hissə indi Sabah azlıqda mübarizə aparmalı olacaq Qarabağa qarşı. Amma çox güman ki oyunu davam etdirə biləcək. Elə görünür. Leandro Andrade yaxşı çıxdı bu vəziyyətdən. Andrade'yə ötürməsini verdi. Camilo Duran qapıya zərbə Kacidən. Pokatilov. O qədər də yaxşı alınmadı. Zəif və düz qapıçının olduğu nöqtəyə demək olar ki topu göndərdi. Kadzi. Zubirə qaytardı topu. Mərkəzə ötürmə, Kevin Medina. Sağdan sola, soldan sağa ötürmələr və sonunda Toralın zərbəsi. Qeyri dəqiq. Top qapının üstündən keçir. Veriş zamanı flash müsahibələri də izləmə imkanınız olacaq. Həm komandanın məşqçilərindən, həm futbolçulardan. İndi Leandro Andrade sol cinatdan qoşulur hücuma, yerə yıxılır. Lakin qapıdan zərbəyə işarə edir. Zedatka ilə burada təması var idi, amma qayda pozuntusu qeydə alınmadı. Təmas da elə cərimə meydançasından kənardaydı. Hər halda qayda pozuntusu var idi, yox başqa müzakirə mövzusudur. Musa Qurbanlı idi. Görək bu dəfə Musa oyuna necə töhfə verə biləcək. Montielin türməsi cərimə zərbəsindən zərbə vuran tapılmadı burada. Topla ilk təması Emanuel Adday, Kevin Medina.
Aday cərimə meydançasında Adayın texnikasına ehtiyacı var. Zərbə qapıya Pokatilov. Pokatilov bu topu tuttu. Çox çətin top idi. Hər halda zərbə anını görməkdə çətinlik çəkirdi Stas Pokatilov, amma bu zərbəni dəf etməyə bacardı. Yaxşı qoşuldu oyuna Emanuel Aday. Puxaç cinahla irəliyir. Out. Hətta qayda pozuntusu deyəsən. Hər halda istənilən halda top sabahda qalır. Tələsmir Elçin Məsiv saatına baxır və bu oyunun final fiti. Sabah Qarabağı 1-0 hesabı ilə səfərdə məğlub edir. Azərbaycan futbolunun həyəcanlısı bir sportla yaşayın. Bu oyun üçün Süleyman Bəliyev şərh etdi. Sağ olun, salamat qalın.